Bir de kişi sana söyleyeceğim. Mənə yaxşı oldu olar ki, onu əzbərlə çox köhnə, çox qədim bir rivayədir. Kişi bəndəsiyəm olmayan, tasən hazır olasın inşallah. Canım deyəliyəm, onu əzbərlə eləmə tamaşası işinə baxma. Bura konsert salonu ölçümdən burada bir qısa oxuyam, sən mənə baxasınız. Sizin hər kəsi bir gecə İmam Hüseynin mədiyəndə əlbə olar. Dolarların altında utanma ki, təşkil edəcəklər. Bu nə əzbərdə? Biz eyləm, mənə rəhmi eyləm. Ayağım, kâravan getdi, adamsız qaldı. Çox körkən o əllərdən. Biz eyləm, mənə rəhmi eyləm. Ayağım, kâravan getdi, adamsız qaldı. Kimin əvəzindən gələcəksən bunu? Hanım Rüqəyyə əvəzindən. Belə deyiləm. Biz eyləm, mənə rəhmi eyləm. Ayağım, kâravan getdi, adamsız qaldı. Kâravan gör necə yandır məni, əşq möhlətlə yuvardır məni. Kâravan gör necə yandır məni, əşq möhlətlə boyandır məni. Qabrəli bibi Zeynəb mənə rəhm eylə dayan. Kâravan getdi, adamsız qaldı. Bu sürmədir. Bibi Zeynəb mənə rəhm eylə dayan. Kâravan getdi, adamsız qaldı. Bibi Zeynəb mənə rəhm Allah səsini təfəkkürləməyi. Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb Kâravan getdi, adamsız qaldı. Kâravan Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb Kâravan getdi, adamsız qaldı. Əmrəmən sulhi həyat oldu ziyan. Əmrəmən sərki həyat oldu ziyan. Xanədani Ələvinin uzuyan. Hamıdan yaxşı tanırsan məni sən. Atamın mən dil şirin qızıyam. Atamın mən dil şirin qızıyam. Bibi Zeynəb mənə rəhm eylə dayan. Bibi Zeynəb mənə rəhm eylə dayan. Kâravan getdi, adamsız qaldı.
dönem yoldaşını atmadıydım. Ölmeseydin benim ellerde baba, sen bu tezlikle beni atmadıydın. Sen bu tezlikle beni atmadıydın. Yol karanlık, ben özüm kıl olsa Bibi Yol karanlık, ben özüm kıl olsa Yorgunam saklayan afiyeni Yorgunam saklayan afiyeni Hamı sakit dayansa, hamı dikkatle kulak assa, söz veririm sana, Hazreti Zehra inayet ederse, göz yaşını alacaksın. Hansı müeyyen, havaya sokini, bağını değişti, okuyan bülbülü. Hansı müeyyen, elleri, ezberi, matolu alem, bu ikidi veren, eşber ağacım, o da eşber. Şiir uzun değil, geçtim ben şiirler. Ama tamam zihnim mənə diqqətinə. Bu rəqib, bu qəziyyə olub. Yəni, alim məsələdə olub. Tamam şuvaralar da bu sözdə yazırlar. Hərəsini söz yazırlar. Hələ öz nəhdində bir yazırlar. Bir dənə cavan şairindir. Bu da bir şey ələmə alıb. O şiir, bilirsiniz. Aşıqlardan sonra İmam Hüseyin ağanın balaları ki, əsrləri Kərbəladan gətirdilər Şama, Kufiyə, şəhər dolandırdılar. Viyanəlikdə, xərabəlikdə bilirsiniz ki, bu Yezid məlunun bir dənə əxlassız, bədəxla, ədəbsiz, mərtəbəsiz, qabiliyyətsiz qızı gəldi. Bilirsiniz. Və dil yarası vurdu İmam Hüseyin ağanın balalarına. Keçirəm o sözlərdən nələr dedi. Onların qabağına bilirsiniz ki, xanım Rüqəyyət
Dağladı əlqissə o bikəsləri, eylədi aşıqdə müqəddəsləri, keçdi hərimi ələbin həddini, səbr-ı səbatın aşıyıb səddini. Yiğit elədi bitkiş kimi şəmşir təki vurdu müqəyyə. Ayağa şiir təki o dəqar dəyə. Sən neçə kəlmə cavabını oxuyacam. Ondan sonra da bir sözlər deyir ki, hamının ürəyini dağlatdı. Ondan mən rozan oxuyacam inşallah. Zülfü kəlamı çıxadıb şanədən, ruxsat alıb Zeynəb-i Fərzanədən. Gəldi dedi, bibi, icazə verirsən mən bu ədəbsizin cavabını vereyim, atıyorsun. Dedi ki, bibi, icazə verirsən mən bu ədəbsizin cavabını vereyim, dağ necə ki eyliyər aşıq fəşan, eylə xanım gəldi dilə nacihan. Kəsmi tənib, ali rüqəyyə mənə, saxla məni yadda rüqəyyə mənə. Bax, sən Allah, yaxşı oxuyacam inşallah Allahın izniyle, sən də bir bəha verəcəkən inşallah. Qoyma mənim səbrimi qəmlər yıxan, qoyma gülümdən əyağa həm çıxan, söylədiyün avəz-ü sərvət varın, məmləkət-i Şamildə izzət varın. Biraz qabaq o ədəbsiz danışdı. Neler dedim, şimdi yok çeşdim, Allah da şahitli şehirden çeşdim, okumadım. Bak da mehdut değil, okumadım bunlardan, bir yarası vurdu. Rüqeyye dedi, tamamı izzet bizdedir, tamamı şən-o şərəf bizdedir. Pul desön bizdedir, dövlət desön bizdedir, izzet desön bizdedir. Hanım Rüqeyye vurdu ayağa, sen ne bilirsen ki şərafət nədir? Qeyrət-u iman-u nəcabət nədir? Sən nə bilirsən ki bəqa hardadır? Şən-u məqam-u şühəda hardadır? Sən nə bilirsən ki zəfər kimdədir? Bütləri kim yıxdı? Təbər kimdədir? Sən nə bilirsən ki, sən nə bilirsən nədir? Pərvanəlik, neyzənin üstündə məsanəlik. Elini babandı ümmətə bir başı, həm babası, həm o gözəl qardaşı. Hey para hürmətsizə, hey para hürmətsizə Allah'dılar, heyyəti öldürməyə çırpındılar. Lən sizin zillət dünya sizin, sül sizin ateş yuqan sizin, rəhm bizim, rəhmət aləm bizim, fəqr bizim, həzzət-i xatəm bizim, nur bizim, zat-ı huvəl-hu bizim, məhkəmi əl-ü tərazu bizim, həmzə bizim, malik əşlər bizim, fatih qəzani qeybər bizim, sirri qanun eyala bizim, ləngər-i hatam sürəyya bizim. Hamısını bizim zikr eləməz kəramətləri, var bibimin yolda liyabətləri. İçməz ateş, havaiyədən, yad eləmə burada muaviyyədən. İlüllad elə, muaviyyədən nə danışacaqsın? Ey bura gözləydi mənim bəxtimə, Qələnə vurub baxma qərar rəhlimə, indi nədən halı təəccübdəsən, kaş görəydin məni yəscübdəsən. Allah heç kəsin əvvəlini, əziz axırını avar eyləməsin. Mən kimi məzlum fələn görməyib, zülfümü çoxdan da atam ölməyib. Toz soğanı əl-an quru xizlərdimə, boşla məni, qoy yanıram. Boşla məni, qoy yanır öz dərdimə. Niyə mənə dil yarası vurursun? Bizim özlərimiz özümüzə bəsdir də. Bunları deyəndən sonra hazırsan. Bu sözlər ki, Allah'ın şahidi ki, onu mütaliyədə, Allah'ın şahidi ki, mən nə halda mütaliyə eləmişəm, onu mən bildim də xanı Rüqeyyə bilir. Baxdı Yəzidin qızına, baxdı dedi ki, qorqulu səhrada qalıbsan gecə,
Biraz şeytan söndür, söndür. Atası bir söndür. Bəs, belə vaxtı dedi ki, qorxulu səhrada qalıbsın gecə. Öz dilimiz deyil, ana dilimiz. Söz var, deyər ki, ağzın şirin yerdə, ağzın üstü yerdə. Bax, Beyazıdın qızına dedi ki, qorxulu səhrada qalıbsın gecə. Sayılı avuşa alıbsan gecə. Söz bu ya, sayılı sənədi, kölgəyə deyənlər. Onun xanım müqəyyərlər. Gecə, Üstad Məhvarı deyir ki, bir hal dedi ki, öz kölgəsindən qorxurdu, öz kölgəsindən. Dedi ki, qorxulu səhrada qalıbsan gecə, sayılı avuşa alıbsan gecə. Heç öz kölgəyə uzağı bilib. Namədi, niyə bizə dil yarası burası? Mənim qardaşlarıma qata sarar deyil. Mənim əvvəldə tədəbündə yayandım qoruyum, oğlanlarımıza sarar deyil. Uğur səhərdə qalsan gidə, sonra sayır avuşə, alımıza gidə. Oğda çabı açar bilməz əsir, Haləzdə açar bilməz əsir. Yaxşı, yaxşı. Dedi namərd, mən şamın çölündə qalanda pərvariyəm. Sən atın yarəniyə Yəqinən biləm hamısında olmasın, əksəriyyətinizdən dışarımız var, hədisdə var, anməzdədir, hədisdə var, əgər ilvə gedərdə, hədiyyə almağa, öğrenlərə pulun olmasa, həqiqəti belə hədiyyə alabilsin. Eğer evde bir oğlun orada da bir kızın orada, onu yerler kızı var ettiler. Diğerler kızı şahinin gözü var ederler. Kızı şahinin vermediler yerdi. İndilerse ay, 5 gün evvazıllahi yasına yerler. Mesela gelen ağzılar, şirin dilini kıza vuruyor. İle seven valiydi, ile dağlı valiydi, ile tuzlu valiydi. Sizce hamiye aşık olan, danışanda hamiye aşık olan. Benim güzel bir yaşamam var, bir de vakti, dedi ay namer, namer feryat edip vuruyor. Namer feryat edip vuruyor, eşmer yad edip vuruyor. Yollarda ben kardeşimi çağırdım, ben vuruyor, ben vuruyor. Esiyar bedeni vuruyor, yaktır beni formen vuruyor. Yandılar kuşkanetine hem vuruyor, hadetine basın alır vuruyor, vuruyor. Mücadele ya Hüseyin, hay 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 hay. Sinemi koydun elini, sinemi koydun elini vururlar. Seslerim kardeşimi vururlar, vururlar, vururlar. Bunlar dedi, ya Allah, Allah'ın iltiması duam var. Ay bu gece
Ay bana da bana derdini özürsüzden bilmedim hasıl rozası okuyayım benim kan yüreğin rozası birdi ikindi yok vallahi yok vallahi yolda duymayından değil yalanı başına köşmeyinden değil hasılan değil ben de kuyayım başına yolda duymayından değil yalanı başına köşmeyinden değil son vermeyinden değil vesiyetinden değil esmer adı değil ve son vermeyinden değil hiçbir ya Hüseyin ama burası inşallah yavaş yavaş giresin olur Hanım Zeynep özür diler ben gene nabili Hanım Zeynep değil Hanım Zeynep diyer tüm bakan vaktinde buraya bağlamın garibe bir oluyorlar Allah hiçbirinizin olasını getirmelemesi, inanmasın, mənə cəbalınız yoxdursa, Allah görsənməsin, bir də deyibsizə bu əmələmədə, atadan, anadan yetim uşaq olsa, gün batan vaxtı gibi onun üstünə baxır, götürəcəksin, gün batan vaxtında qəribə bir orada ağlıyorlar. Zeynep deyərdi, gün batan vaxtında, görədir, mənədir, qiyməli qavarında, əlləri qoyar, yüreğin başına, geldim benim nasıl bana, çürüm bana ay kardeşim yadigar bana niye ben yüreğim ağrıdan, niye ağrıdan bir mesele nişan verdim Zeynep diye tabiye bilmedim bir mesele tabiye deyse geldim dayandım 3 yaşında babanın yanında dedim kızım çürüm niye bir ağrısan bana Ama görürsünüz verəcəksən, bax. Öldürən yanma, yaşlardan ayrılma. Sen yanında bildim Allah, Hanım Zeynep'in o vaxtına, o saatine, baba o saatine, inanmıram sen bu andan keçəsən. Şamil hərabəliyində
Şamil hərabəliyinlə birdən üzüm dolandırdı Mədinə səmtinə, Mədinə səmtinə yana səsləndi. Ya Allah, ya Allah, ya Allah. Gəl qoy abi, qəbrənə öldürgəyə. İki dənə sözü var, Allah'a hamd olsun. İki dənə sözü. Yaxşı təhvil alabilsin, 10 gün məhərrəm bəsul. Gecənin aləmi, Allah heç kəsi adamsız eləməsin. Allah heç kəsi adamsız eləməsin. 7 qardaşdan niyə birini səsləmədin Zeynəb? Niyə Aton səsləmədin, nə növ səslədin? Gəl qoy abi, qəbrənə öldürgəyə. Allah'ların istənənə öldürgəyə. Kaş bunu mənə kömək elə bilirdi, bunun altında ölüm. Kaş bunu mənə kömək elə bilirdi, tələsmədən bunu məndən vahəm deyə bilirdi. Gəl qoy balığın qəbrənə öldürgəyə. Allah'ların söyledi. Allah'tan ölümü söyledi. Ondan sonra ne yaşayayım? Bu benim de dilimden bir sen ne dedi? Dedim söyler mi bakayım da ne emanetime sahip dayanamıyorum. Gel koy balığı, qəbrənə öldürgəyə. Mən öləcəm, o mənbərə and olsun, mən bir vaxt öləcəm, and olsun bu müqəddəs rozələrə, bəlkə də yada da düşməyəcəm. Yada da düşməyəcəm ki, məsələn, neçə il bundan qabaq bir zaman oğlan vardı, roza oxuyardı. Əsir olub gedəcəm, xakə, torpaq olub gedəcəm. Amma bu sözlər şöhrəlməyəcək. Hər məhərrəmdə bu sözlər təzələnəcək. Zeynəb bilirsən nə dedi bu Rüqəyyənin hadisində? Adamı dedi ki, hadi kusur qaraman olsun. Sənazəni qoyub qabağına, çağır ölümü, ölümündən çətin olar. İmam Hüseyin oldu. Çağır ölümü adamı yandırar. Böyle uşaq edirəm, məsələn, Rüqəyyə kimi uşaq. Kişiyə belə uşaq edirəm, məsələn, danışığı gözəl, hərəkəti gözəl, baxışı gözəl. Məsələn, belə gözəldir qızdan danışır, məsələn. Sənazəni qoyub qabağına, əllərini dizine vurur, ürəyə vurur, dizine vurur, ürəyə vurur. Hamıdır, hamıdır səbirli ol. Biraz səbirli ol. Sən 7 qardaşlarına verirsən, şişirə bağlı verirsən. Sən doğranan cənazə görürsən, sən atına yəqin görürsən. Niyə belə səbirlərsin bunlar? Niyə aksız bilirsiniz bu balaşı gibi? Aksız bilirsiniz bu balaşı gibi? Allah özü şahittir ki, basi ve kazi. Kardeşimiz olsun, dedim ya bu benim kardeşimiz diyor ki bu benim bana kardeşim. Ama seni bilmesinden çıkıyor yerlere verince. Gönle kadar yandı, ne bu Rüqəyyənin ölürü sizin yanına? Ahır olsa bana bak sinema çok. Dedim bak, dedim bak, bu dünya baş okuyacağım. Yapılan bu tut geçirmemeli, ya geçirdir hakkine doğaya. Senedim sağdan okuyorum, sağdan üşüyorum. İmam Şagali,
Rubabın kardeşleri geldi. Rubabın kardeşleri geldi. Geldi o kadar istemeli kişi. Geldiler analarına dediler ki bacı. Zaten biliyorlar. Bacının babası. Atarak geceler bize kalsın. O iki gelmedi dedi. Çabuk geldiler Mehmet'e dediler. Çağırıyorlar. Kim zaten bu parla yaparak bize kalsın. Ama aynen kimin? En bu kaytaran. Ama aynen dedi ki ev bilemez. Ama qədim şairlərdən də deyirlər əvadiqdə dili dedi ya öyle çıkarana bilmiyorsunuz. Dili dedi ki bilmirlər apar. Apar. Deyirlər apar. O gecə kimi gəlsiniz. Rubab dedi ki görür arada benim Rubab değil Rubab. Kardeşime benim babam benim çarşı. Ey gözlerimin nuri. Ey gözlerimin nuri. Kalbim muhennim. Silah vurma, silah vurma. Muhennim. Gözlerim kurbanı. Ağır sinirli, sen iyiliğin ben inşallah. Bir de ağır sinir vuracaksın.
Ondan sonra da bir yerde ben şuursine bakarım. İnşallah koyun ev için olsun. Ey vefalı aşkların